Biz keçən videoda həkimlərin bizi niyə tam sağaltmadığını və bizə lazımsız testlər elətdirən iqtisadi sistemi ifşa etmişdik. Bugün isə elə bir iqtisadi model haqqında danışacağım ki, bu modeldə həm həkimlər çox qazanır, həm xəstə qalib çıxır, həm də dövlət üçün çox qənaətlidir. Keçən videoda da adını çəkdiyim Value Based Care nəticəyə görə ödəniş modelini təhlil eləyəcəyik. Dünya Bankının, OECD və Amerika Səhiyyəsinin araşdırmaları göstərir ki, bu modelin tətbiq olunduğu xəstəxanalarda xəstələrin eyni xəstəliyə görə geri gəlmə faizi 20-40% aralığında düşüb, dövlətin səhiyyə xərclərində illik milyardlarla qənaət yaradıb. Nəticəyə görə ödəniş modeli, xidmətə görə ödəniş modelinin zərərlərini kompensasiya eləmək üçün inkişaf elətdirilmiş iqtisadi yanaşmadır. Bu modelin əsas mahiyyəti odur ki, pul göstərilən xidmətin sayına görə yox, göstərilən xidmətin keyfiyyətinə, səmərəliliyinə və ən əsası xəstənin tam sağalmasına görə verilir. Bu modelin iqtisadi üstünlüklərindən biri isə odur ki, həkimin təşviqi dəyişir. Yəni həkim maliyyə marağına görə lazımsız prosedurlara yox, ilkin nəticədə xəstənin sağalmasına fokuslanır. Bu sistem xroniki xəstəliklərin simptomlarını idarə etməyə yox, birbaşa səbəbi tapmağa fokuslanır. Nəticəyə görə ödəniş modeli artıq bir çox inkişaf eləmiş ölkələrdə hibrid formada belə olsa tətbiq olunmağa başlayıb. Bunlardan biri Amerikadır. Amerikada Affordable Care Act qanunu çərçivəsində Medicare dövlət sığortası xəstəxanaları və həkimləri xəstəxanaya qısa müddət ərzində qayıdan xəstələrə görə cərmələyir. Böyük Britaniyada isə National Health Service Milli Səhiyyə Xidmətinin ilkin praktik həkimlərinə Quality and Outcomes Framework adlı nəzarət mexanizmi var. Bu sistemdə həkimlər stabil maaş alırlar, amma həm də xroniki xəstəliklərin simptomlarını müəyyən səviyyədə saxlayan həkimlərə də bonuslar ödənir. İrlandda isə bu sistem daha fərqli tətbiq olunur. Məsələn, onlarda illik paket ayrılır həkimlər üçün. Məsələn, bir xroniki xəstə üçün sığorta təşkilatı həkimlər və ya da hər hansısa bir məsəl üçün diabet mərkəzi ilə müqavilə bağlayır və həmin xəstəlik üçün təkcə 2000 evro ödəyir və bütün xərclər həkimlərin öhdəliyinə buraxılır. Məsələn, həkim bir il ərzində 1500 evro həmin xəstə üçün xidmət göstəribsə, qalan 500 evro öz cibinə gedir. Məsəl üçün 2500 evroluq xidmət göstəribsə, artıq 500 evronu öz cibindən qoymalı olur. Bu sistemin əsas mahiyyəti odur ki, həkim lazımsız tibbi prosedurlardan qaçır, testlərdən qaçır, xəstəni tam sağaltmağa fokuslanır. Bizdə də səhiyyə xərcləri artır, xəstəxanaların yükü artır, xroniki xəstəliklər artır, amma nəticə o qədər də ürəkaçan deyil. Bu sistemə keçid səhiyyə iqtisadiyyatında